Tədbirdə Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Təbib, AMADA, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsi, Bakı şəhər Dövlət Yol Polis İdarəsi, eləcə də yarışın təşkilinə cəlb olunmuş digər aidiyyatı dövlət qurumlarının və təşkilatlardan rəhbər və məsul vəzifəli şəxsləri iştirak ediblər. İclası giriş sözü ilə açan Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbarov, Prezident İlham Əliyevin digər idman növləri ilə yanaşı, velosiped idmanının inkişafına da böyük diqqət və qayğı göstərdiyini bildirib. Turnirdə artıq 18 ölkədən 21 komandanın iştirak edəcəyi təsdiqlənib. Ölkəmizin bir çox rayonlarında təşkil olunacaq yarış 5 günə əhatə edəcək. Komandaların siyahısı ilə tanış olduqdan sonra bu yarışın loqosu təqdim edilib. Sahib Ələkbarov yarış haqqında məlumat verib. Bugünkü toplantının keçirilməsində məqsəd, yəqin eşitmişsiniz, əksəriyyətiniz bilirsiniz. May ayının 10-u 14-ü tarixlərində 2026-cı ilin Azərbaycanda böyük bir beynəlxalq velosiped yarışı keçiriləcəkdir və o yarışın keçirilməsini təmin etmək üçün Təşkilat Komitəsi yaradılıbdır və bugün biz Təşkilat Komitəsinin ilk iclasını keçiririk sizinlə birlikdə. Bakı-Xankəndi marşrutu üzrə yarışın ölkəmizin turizm və idman potensialını, beynəlxalq idman tədbirlərinin təşkili sayəsində əldə etdiyi təcrübəni, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və inkişaf proseslərini dünya ictimaiyyətinə çatdırmaq baxımından da əhəmiyyəti böyükdür.